Bir də bir şey var ki, biz baxırıq, kimdəsə nəyisə görürük və istəyirik ki, biz də elə olaq, biz də elə edək. Amma əmin olun ki, hər insan, hər gördüyü insan kimi olmaq istəmir. Çünki hər bir kəs özünə uyğun tərzdə yaşayır həyatını. Kiminsə həyatı daha aktivdirsə, başqası daha ləngidirsə, o onun kimi olmağa çalışacaq. Bəlkə ona görə disiplin, plan, hədəf, hər bir şey əlindən gələni edəcək. Ancaq bir müddət sonra o özündə tükənmə hiss edəcək. Çünki onun artıq genetik həm fiziologiyası, həm düşüncəsi, yəni ona verilən o genetikaya verilən necə deyək, o bacarıq deyək, üstünlük deyək, yəni başqasından fərqlidir. Ona görə də biz sanki belə vəziyyətlərdə özümüzün yox, başqasının həyatını yaşamış oluruq və bunun üçün də özümüzü daha yaxşı tanımalıyıq.